Bir ayda 10 kilo verirəm, gün 4. Yeni gündən hər kəsə salamlar. Bugün bazar ertəsi. Diyetaya başlamağın tam vaxtıdır. Sizdə də elədir. Hər dəfə rejimimi pozanda deyirəm ki, birinci gündən diyetadayam. Amma həqiqətən başlamaq istəyən 1-ə, 2-yə, 3-ə və ya digər günlərə baxmır. O arzu ki, sizə gələndə çalışın ki, gətirin. O arzudan bərk yapışın və davamlı edin. Onsuz heç bir şey möcüzəvi deyil. Çaylardır, bir sürü ödəm attıran şeylərdir. Onlar sizə heç bir şey qatmayacaq. Əksinə, sürətli bir şəkildə çəki vermək sizin immunitet sisteminizi poza bilər. Yəni, özünüzə bu ziyanı göz görə verməyin. İnanmayın elə şeylərə. Yəni, bir anda kökəlməmisiniz ki, bir anda arıqlayasınız. Həqiqətən bu dietada o fikrə qatılıram ki, davamlılıq lazımdır nəticə üçün. Hər şey kiçik bir addımla başlayır. Mən də, məsələn, özümü motivasiya üçün özümə şərt kəsirəm ki, filan qədər çəkidə ol. Məsələn, mənim ilkin hədəfim 100 kiloya düşməkdir. Sıfırlı rəqəmləri sevirəm. 100 kiloya düşüm, özümü mükafatlandıracağım. Çünki mən buna layiqəm, əziyyət çəkmişəm, bəhrəsini görmüşəm. Siz də yəni özünüzü günahlandırmaq kimi görməyin rejiminizi pozanda. Əksinə etdiniz, xoş olsun sizə. Davam eləyin sabahsı gündən. Ən pis şey davamın gətirməməyidir. Mən də bunu edirəm. Videolarımın davamı üçün izləmədə qala bilərsiniz.